Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam hörmətli izləyicilər. Yeni bir video ilə yenidən qarşınızdayıq. Bu videoda sizlərə dövlət tərəfindən 3 uşaqlı ailələrə verilə biləcək maddi dəstək haqqında məlumat təqdim edəcəyik. Uşaq pulunun yenidən tətbiqi məsələsi hazırda müzakirə mövzusudur və 3 uşaqlı ailələrə dövlət tərəfindən maddi yardımın verilməsi ehtimalı gündəmdədir. Bəs bu yardım hansı ailələrə veriləcək? Kimlər bu dəstəkdən yararlana biləcək? Şərtlər nələr olacaq? Bütün bu suallara videomuzda ətraflı şəkildə aydınlıq gətirəcəyik. Bəli, hörmətli izləyicilər, Milli Məclisdə uşaq pulunun verilməsi ilə bağlı yenidən müzakirələr aparılıb. Bildiyiniz kimi, bundan əvvəl də ötən il bu mövzu ilə bağlı sizlərə məlumat vermişdik. Lakin həmin dövrdə bu qərar qüvvəyə minməmişdi. Hazırda isə uşaq pulu ilə bağlı məsələ yenidən gündəmə gəlib və müzakirələr davam edir. Bunun əsas səbəblərindən biri Azərbaycanda doğulan uşaqların sayında azalma müşahidə olunmasıdır. Statistik məlumatlara nəzər yetirsək görərik ki, son 10 il ərzində doğum sayında azalma qeydə alınıb. Məsələn, 2015-ci ildə Azərbaycanda təxminən 150 min körpə dünyaya gəldiyi halda, 2025-ci ildə bu rəqəm təxminən 90 min civarında olub. Doğum sayının azalmasının əsas səbəbləri sırasında ailələrdə işsizlik, maddi çətinliklər və ümumi sosial problemlər xüsusi yer tutur. Bu səbəblərdən dolayı bir çox ailələr əlavə uşaq məsuliyyətini üzərinə götürmək istəmir və nəticədə ailələrdə uşaq sayı azalır. Hazırda ölkədə daha çox 1 və ya 2 uşaqlı ailələr üstünlük təşkil edir. Statistik göstəricilərə baxdıqda da 1 və ya 2 uşaqlı ailələrin sayının digər ailə tiplərinə nisbətən daha çox olduğu aydın şəkildə görünür. Qeyd edək ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən çoxuşaqlı ailə modeli 6 uşaqlı ailə hesab olunur. Yəni 5 uşaqlı ailə deyil, məhz 6 uşağı olan ailə çoxuşaqlı sayılır. 6-cı uşaq dünyaya gəldikdən sonra həmin ailə dövlət tərəfindən müavinət alma hüququ qazanır. Mövcud qaydalara əsasən belə ailələrdə hər bir uşaq üçün dövlət tərəfindən 140 manat məbləğində müavinət verilir. Bununla yanaşı, ölkədə az təminatlı ailələr üçün ünvanlı dövlət sosial yardımı proqramı da mövcuddur. Bu proqram müəyyən mənada uşaq pulunu əvəz edən mexanizm kimi çıxış edir. Lakin bu yardım ünvanlı xarakter daşıdığı üçün onu almaq üçün müəyyən şərtlər mövcuddur. Ailələr yalnız bu şərtləri ödədikləri halda həmin yardımdan yararlana bilirlər. Ancaq bir çox ailə bu tələblərə cavab vermədiyi üçün azyaşlı uşaqları olsa belə bu yardımdan faydalana bilmir və nəticədə dövlət dəstəyindən kənarda qalır. Hazırda Azərbaycanda təxminən 76-77 min ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, kifayət qədər ailə bu proqramdan yararlana bilmir. Maddi çətinliklər, işsizlik və gəlir azlığı səbəbindən bir çox ailələr ikinci uşaqdan sonra üçüncü uşağı dünyaya gətirməyə maraq göstərmir. Çünki mövcud şəraitdə əlavə uşağa baxmaq çətin hesab olunur. Nəticə etibarilə ölkədə 1 və ya 2 uşaqlı ailələrin sayı daha çox olur. Məhz bu səbəblərə görə də irəli sürülən əsas təkliflərdən biri çoxuşaqlı ailə modelinin dəyişdirilməsidir. Yəni hazırda 6 uşaqdan ibarət olan bu modelin 3 uşağa endirilməsi təklif olunur. Əgər bu dəyişiklik həyata keçirilərsə, 3 uşaqlı ailələr də dövlət tərəfindən verilən müavinətlərdən yararlana biləcək. Bu isə həm ailələr üçün əlavə stimul yaradacaq, həm də ölkədə doğum səviyyəsinin artmasına müsbət təsir göstərə bilər. Bəs belə bir qərar qəbul olunarsa, bu yardım nə vaxtdan tətbiq edilə bilər və məbləği nə qədər olacaq? Adətən bu tip sosial ödənişlər ilin əvvəlində və ya ilin ortasında yenilənir və ya tətbiq olunur. Əgər uşaq pulunun yenidən verilməsi və ya 3 uşaqlı ailələrə maddi dəstəyin ayrılması ilə bağlı qərar qəbul edilərsə, bunun iyul ayının 1-dən etibarən qüvvəyə minməsi ehtimal olunur. Məbləğə gəldikdə isə hazırda 6 uşaqlı ailələr üçün tətbiq olunan sistemə əsasən hər uşaq üçün 140 manat müavinət verilir. Əgər yeni model qəbul edilərsə və çoxuşaqlı ailə anlayışı 6 uşaqdan 3 uşağa endirilərsə, bu halda müavinətin məbləğinin dəyişməyəcəyi, yəni yenə də hər uşaq üçün 140 manat olaraq qalacağı ehtimal edilir.
Sadəcə olaraq yardım alan ailələrin dairəsi genişlənəcək. Bu halda ailələrin əlavə olaraq hər hansı müraciət etməsinə, qeydiyyatdan keçməsinə və ya xüsusi prosedurlardan keçməsinə ehtiyac qalmaya bilər. Əgər qərar qüvvəyə minərsə, 3 və daha çox uşağı olan ailələr avtomatik şəkildə bu müavinəti alma hüququ əldə edə bilərlər. Bu ödənişlərin isə yay aylarından etibarən verilməsi gözlənilir. Sonda onu da qeyd edək ki, əgər uşaq pulu yenidən tətbiq olunarsa, ünvanlı dövlət sosial yardımının gələcək taleyi də müzakirə mövzusu ola bilər. Çünki bu iki sosial dəstək mexanizmi müəyyən mənada eyni məqsədə xidmət edir. Uşaq pulu tətbiq edilərsə, ünvanlı sosial yardımın ləğv olunması və ya dəyişdirilməsi ehtimalı da istisna edilmir. Hörmətli izləyicilər, mövzu ilə bağlı bütün əsas məqamları sizlərə ətraflı şəkildə çatdırmağa çalışdıq. Bundan sonra da bu istiqamətdə yeniliklər olduqca sizi məlumatlandırmağa davam edəcəyik. Əgər rəsmi qərar qəbul olunarsa, bununla bağlı daha geniş məlumatı növbəti videolarımızda təqdim edəcəyik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.